Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Onkoloq Nurlana Əliyevanın sözlərinə görə xərçəngə tutulmuş orqanizm özündə müəyyən dəyişiklikləri biruzə verir. Orqanizmdə baş vermiş dəyişikliyi adi gözlə də görmək mümkün olur. Həmçinin xərçəngə tutulmuş insan özündə müəyyən halların baş verdiyini hiss edə bilir. Bunlar aşağıdakılardır: daimi halsızlıq, yorğunluq, çəki itirmək, bədən hərarətinin dəyişməsi, yuxusuzluq, ishal, qəbizlik, öskürək olması, bəlğəmin olması və bəlğəmdə qoxunun olması, dərinin rənginin dəyişməsi, yəni saralması, avazıması, düz bağırsaqdan, ginekoloji üzvlərdən qanaxma əlamətlərinin olması, bədənin hər hansı bir nahiyəsində ərlənən törəmənin olması, yaxud da şişkinliyin olması, xalların olması və ölçüsünün və rənginin dəyişməsi. Xərçəngə tutulmuş orqanizmdə olan xallar günəş şüaları ilə təmasda rəngini dəyişir, tündləşir, yaxud da günəş şüaları olmasa belə ölçüdə və rənglərdə dəyişiklik müşahidə olunur. Bu da orqanizm üçün bir siqnaldır.